üçün. Sadəcə nəzərə alsaq ki, hal-hazırda bizim yüngülvari maliyyə problemlərimiz var. Bəli. What the Siz Real Madridin maliyyə problemləri var. Realın Laporta bağışla Mən buradır. bir sənə Siz elə demişəm bağışla Mən bir Laporta. sənə nəzər edir. Biz realın maliyyə problemlərindən danışırıq. Mənim üstümdə bu şərh var və mən 2 dənə telefonla oturmuşam. Qardaşım, Kasıb. realın maliyyə problemləri. Məsəl üçün Pedri'nin qiyməti 130-140 milyondur da. Yəni transfermarktda Heç 100 bildirib ki, Real Madrid dünyanın ən çox qazanan klubudur, amma komanda əslində iflas həddindədir. Right. İflas həddi ondan ibarətdir ki, Realın 24-25 mövsümündə, yəni keçən mövsümdə 1.161 milyard avro mənfəətinin olduğu təsdiqləndi. Amma nəzərə alsaq ki, plus vergilər falan beşməkən 1.3 milyarda hardasa çatır məsələ. Əsas məqam ondan ibarətdir ki, Real faktiki olaraq 24-25 mövsümdə və ümumiyyətlə hətta son 5 il ərzində təmiz gəlirdə cəmi 65 milyon avro pul qazanıb. Cəmi.